İnsanlar niye yadlara qul olur, amma doğmalarına düşmən kəsilir? Niccolo Machiavelli deyirdi ki, insanlar iki şeylə idarə olunur, qorxu və maraq. Bəs sevgi? O sadəcə zəiflərin təsəllisidir. İndi düşün, yad bir insan sənə nə verir? Yeni imkan, yeni əlaqə, yeni ümid. Sən onun qarşısında özünü göstərmək istəyirsən, onun rəğbətini qazanmaq istəyirsən. Çünki o, sənin gələcəyin ola bilər. Amma doğmalar, onlar artıq səni tanıyır, sənin zəif tərəflərini, qorxularını, uğursuzluqlarını bilir. Onların yanında maska taxa bilmirsən və insan ən çox maskasız olduğu yerdə nifrət edir. Machiavelli bunu daha açıq deyirdi. İnsanlar sənə yaxşılıq etdikcə sənə bağlanmazlar. Amma sən onlara möhtac olduqca sən onların əsiri olarsan. Yadlara qarşı niyə bu qədər itayətkarsan? Çünki sənə lazım olan güc onların əlindədir. Pul, status, imkan. Bu yerdə düşünən adam soruşur ki, bəs doğmalar sənə nə verir? Keçmişini. Və insan keçmişdən qaçmaq istəyir. Ona görə də qəribə bir paradoks yaranır. İnsan yadların qarşısında əyilir, amma doğmalarına qarşı sərt olur. Çünki doğmalar onun zəifliyini xatırladır. Yadlar isə onun ola biləcəyi gücü. Bu sevgi problemi deyil, bu güc problemidir. Machiavelli deyərdi ki, insanlar səni sevdiyi üçün yox, sənə ehtiyac duyduğu üçün yanında qalır. Yadlar səni istifadə etmək istəyir və sən buna razısan. Çünki sən də onları istifadə etmək istəyirsən. Bu qarşılıqlı maraq oyunu münasibət adlandırılır. Amma doğmalarla bu oyun işləmir. Çünki orada hesab yoxdur, orada maska yoxdur, orada həqiqət var. Və insan həqiqətdən qaçır. Ona görə də çox vaxt görürük ki, insanlar yad birinə hörmət edir, amma öz valideyninə, qardaşına, dostuna qarşı soyuq və sərt davranır. Bu onun pis olması deyil, bu onun zəif olmasıdır. Çünki güclü insan öz doğmalarına qarşı düşmən olmaz. O bilməlidir ki, sədaqət nadir bir sərvətdir və yadların verdiyi hər şey bir gün geri alınacaq. Machiavelli'nin ən təhlükəli fikirlərindən biri belə idi. İnsanlar ya tam qazanılmalıdır, ya da tam məhv edilməlidir. Amma insanlar bu prinsipi yanlış tətbiq edir. Onlar yadları qazanmağa çalışır və doğmalarını məhv edir. Sonda isə nə baş verir?